Ay Siyavuş. Ha. Sağ başıma dönürəm. Sağ demək istəmirəm. Amma yenə də bir məsləhət görürəm də. Ha. İstəyirəm suka işləyəm, sukalıq eləyəm. İş verənlik. Suka ne diyor? Sukada yanı iş verən. Niye? Natiq müəllim bana dedi ki, axşama məsləhət elə, dedi fikirləş. Ha. Dedi bu uşaqların içində mənim haqqımda belə pis sözlər söylə. Məni bu uşaqların yanında arjıla. Gör mənim haqqımda kimlə danışır, örgən. Bir də kim işləyir, kim işləmir, kim işə vaxtında gəlir, vaxtında gəlmir. Ha. Saçqabatlıq edir, mənə məlumat ver də. Mən də sən dedi hörmətini eləyəcəm, əlavə sənə pul verəcəm. Nə məsləhət görsün bu? O ayıp değil Asma. Ayıbdır. Ama çörek kesilsen. Hə. Mən ölüm Ayıp ayıbdır. bir iş veren değil etsen. Orada ayıblıq nə var ki? Çörək pulu qazanacam. Ya ulan çöreğini kesmiyor dersen. Kimin çörəyini? O işin böyle dersen. Ay işe vaxtında gəlsinlər, mən də satmayayım. Gəlsinlər, işə gəlib gəlsin, işləsin də. İndiysə, nə məsləhət görsün? Yok İsmail yok. Ya bu, durunu bilmirəm, değil mi? Hatta onun çöpek damatı balasın çöreğini kesersen. Neyse sen pis baxırsan, yoxsa yox. Pisin pisi. Desən o. Canı. Elə axşamdan fikirləşirəm. Yəni deyirsən işverənlik, Yok. işverənlik pis şeydir ha. Bu yaşa tatlıdan Ha. temiz yaşamsan, temiz yaşa. Ay, amma düz deyirsən ey. Elə buradan 5 manat, 3 manat qazanıram, min bərəkət. Sonra uşaqlarla da çörək kəsirəm, bunları sataram. Allah çörəmi təmiz kəsər. Çöreğin aklı yaxşı olur. Ne o çöreği yemel olmur. Çörək yeməli olur, eləmi? Yaxşı olur. Halal, yaxşı ki sağ məsləhət elədim, onun üçün sağ məsləhət edim. Yox, inatçı müəllimə deyəcəm ki, özünə ayrı adam tap. Mənlik deyil. Belə də səndən Hə. soruşsa bir hamı işləyir burada. Məndən nə soruşdu? Dedi, elə dedim. Dedim, hamı işləyir, hamı da işə vaxtında gəlir. Nə bilim.